Salam, değerli izleyicilerimiz. 30 noyabr 2025-ci il tarix. İgid qəhrəman bir oğlumuzun evindən sizləri salamlayırıq. O oğul ki, vətən dedi, silaha sarıldı, vətən torpaqları uğrunda torpaqlarımızın müdafiəsinə qalxdı. Öz canını vətən üçün fəda etdi İgid qəhrəman oğlumuz. Babayev Elçinin ev muzeyindəyik hal-hazırda. Vətən darda olan zaman silaha sarıldı benim qəhrəmanım. Uzun bir döyüş yolu keçdi. O gün bugün hələ də Sədaqət ananın gözləri Elçinin getdiyi yollardadır. Bugün də Elçin deyə soraq edir ellərə. Bugün vətən torpaqları azad oldu. Qarabağımız azad oldu. Laçın torpağı, Qubatlımız, Xankəndimiz, Şuşamız azaddır. Amma Elçindən hələ də bir xəbər yoxdur. Mən də bugün özümə borc bildim ki, gəlib Elçinin anasını ziyarət edim və anaya deyim ki, oğlunuzun qisası alındı. Torpaqlarımız azadlığına qovuşdu. Elçinin narahat ruhu indi doğma Qarabağın hər bir yerində rahatlıqla dolaşır. Bugün mənimlə birlikdə antiterror tədbirləri zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Ramil Rəhimovun anası da gəlib, istədi ki, Sədaqət anaya öz mənəvi dəstəyini göstərsin. Mən istəyirəm ki, Sədaqət ana bir-iki kəlmə öz Elçinli günlərindən az da olsa bizim izləyicilərimizə danışsın. Buyur Sədaqət ana. Hamınız xoş gəlmişsiniz. Məni sahib gəldiyinizə görə sizə təşəkkür edirəm. İkinci Qarabağ şəhid analarının əllərindən öpürəm ki, mənim uşaqlarımın, bütün uşaqlarımın qanını yerdə qoymadılar. Təsəlli olaraq tapdım yəni ki, yerdə qalmaqda uşağımın qanı. Mən Elçindən nə danışım? O qədər xatirələri var ki onun. 8 illik məktəbi bitirib, sonra peşə məktəbini bitirdi, sonra ordu sıralarına getdi uşağım, qayıdıb gəldi. Valideyn atası evdə olmadı, özüm öz əlimlə yola saldım balamı Qarabağa. Gedib Laçında yerləşdik, Laçın rayonunda, sonra Qubadlıdan yenə Laçına qayıtdı, Giləverit kəndində, itkin düşdü balam. Çox zəhmətkeş bala idi. Atasının, anasının, bütün böyüklərinin yolunu tuturdu. Onun müqabilində Ceyhundan da bir-iki kəlmə danışmaq istəyirəm. Ceyhun mənim ürəyim idi, Ceyhun mənim balam idi. Onu mən əllərimlə böyüdmüşdüm, anasına kömək eləmişdim. Əli qabarlı, zəhmətkeş bala idi. Allah onun mövludu, Allah ona rəhmət eləsin, yerindələri cənnətlik olsun. Təşəkkür edirəm Raziyə xanım, mənim balamı hər yerdə tanıtdığınıza görə, şəhid analarına qoşulduğuma görə çox adnədir, xoşbəxt bir anayam. Sədaqət ana, mən sizə təşəkkür edirəm ki, Elçin kimi qəhrəman bir oğul böyütmüşsünüz. Dəyərli izləyicilərimiz, yeni bir kitabım işıq üzü gördü. Sədaqət ananın heç bu kitabdan xəbəri belə yox idi. Mən istədim ki, bu kitabı Sədaqət anaya gətirim. Yada düşür xatirələr. Yada düşür xatirələr adlı kitabımda hər bir ananın ürəyindən keçən o kövrək hissləri çalışdım ki, qələmin dili ilə kağıza köçürdüm. Nə qədər bacardımsa, nə xoş mənim halıma ki, bax bu qəhrəman oğullar haqqında, onların qəhrəmanlığı haqqında yazmağı bacara bildim. Və istəyirəm ki, Yada düşür xatirələr adlı kitabımı Sədaqət anaya təqdim edim. Allah şəhidimizin məkanı cənnət, məqamını uca eləsin. Və Uğur Yolu məcmuamızın növbəti nömrəsi işıq üzü görüb. Bu da bizim İgid qəhrəman kəşfiyyatçımız İlqar Əhmədovun xatirəsinə həsr olmuş nömrəmizdir. Burada da mənim Elçin haqqında yazdığım yazılarımız var. İstədim ki, elə bu jurnalı da Elçinin anasına hədiyyə edim. Sədaqət ana, mən sizə çox təşəkkür edirəm, minnətdaram ki, belə qəhrəman oğul böyütmüşsünüz. Bugün də sizin gözləriniz yollardadır, Elçin gözləyirsiniz, Elçin soraqlayırsınız. Çətindir ona. Çox çətindir, nə qədər ağır olsa da, amma şərəfli bir adlı şəhid anası adı. Gülhəvva ana Ramil Rəhimovun anasıdır. İstəyirəm bir-iki kəlmə o da özürət sözlərini desin. Çox sağ ol Raziyə xanım. Mən də antiterror əməliyyatları zamanı şəhid olmuş Gizir Ramil Rəhimovun anasıyam. O Ramilin ki, özündən sonra bir qız evladı dünyaya gəldi, üzünü görmədi. Ramilin bizə 2 əmanəti var, 2 qız övladı, anası övladına. 2 qız övladı əmanət qalır.
dəniz və yağmur. Bugünkü günü mən Sədaqət anaya nə deyə bilərdim? Raziyə xanım, çox sağ olun. Mənim də bu anı ilə tanış elədiyiniz üçün, belə bir qəhrəman oğlun, qəhrəman anası ilə tanış olduğum üçün mən də özümü xoşbəxt sayıram. Elçin rahat uyusun indi torpağında, məzarında. Ramillər onların qisasını aldı. İndi Qarabağımız azaddır. Vətənimiz azaddır. Üç rəngli bayrağımız Qarabağın hər bir bölgəsində, hər bir güşəsində qürurla dalğalanır. Mən Ramillə əvvəl də fəxr edirdim, indi də fəxr edirəm ki, elə bir qəhrəman oğlun anasıyam. Bizləri qocaltdılar, özləri ucaldı Sədaqət ana. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, məqamımız eləsin. Analara bol-bol səbir versin, güc qüvvət versin, dözüm versin. Çox sağ olun Raziyə xanım. Təşəkkür edirəm sizə. Təşəkkürlər. Mən çalışıram ki, bəzən Sədaqət ananın heç xəbəri olmadan Elçinin şəkillərini hansısa bir bölgələrdə hazırlanan deməli plakatlarda, hansısa bir kitablarda, harasa yəni bir mərkəzlərdə, muzeylərdə onların Elçinin xatirəsini yaşadım. Bəzən özünə deyirəm, bəzən heç özünün xəbəri olmur. Bax, bu da mənim Qələbə Müjdəli Vətən adlı kitabımda Elçinin elə xatirəsinə həsr olmuş yazılarım var. Ruhun şad olsun, igid oğul, qisasın alındı. Məzarında rahat uyu, igid şəhidlər. Bugün Elçinin narahat ruhu rahat Qarabağda dolaşır. Çünki Qarabağımız azad oldu. O gün olsun ki, Elçin balamızdan da bir xəbər gəlsin, Sədaqət ananın gözləri yollardan yığılsın. Oğlunu yola saldığı o yollara, o cığırlara dönə-dönə baxan, hər qapı tıqqıltısında bəlkə gələn Elçindir deyə yollara baxır anamız. Məkanın cənnət olsun, igid oğul. Qarabağ azaddır, Şuşamız azaddır, Laçın azaddır. Vətən sağ olsun.